gəlib. Amin. Ya Allah. Mübarək eləsin. Hər kəsə salam, YouTube kanalıma xoş gəldiniz. Bacımın toyundan bir gün qabaqçı gündür biz gedirik kirayə paltarlarımızı götürməyə. Bu arada çox tərəfdən qapımız tərəfi göstərirəm, təzə rəngli bata. Gördüyünüz 3 qapı da bizim həyətimizə məxsusdur. Gəldik çatdıq Laçın Ticarət Mərkəzinə. Biz paltarlarımızı buradan kirayə götürmüşük. Əvvəlcədən 10 manat behi ödəmişdim. 60 manatı qalıb, yəni ümumilikdə 70 manata razılaşmışdıq 2 dənə paltara. Paltarları götürməzdən əvvəl də əlimizə uyğunlaşdırmağa çalışdıq, çünki biraz ölçüləri bizə böyük idi. Ona qədər də biz ətrafı gəzdik ki, paltarlar hazır olsun. Bu paltarı maraq üçün soruşdum. Burada 350 manat idi, amma Temuda qiyməti 150 manat idi. Hələ 20% endirmə salanda 120 manata da almaq olar. Vaxtımız hələ olduğuna görə gəldim buradan bəyxonçası üçün ləvazimatlar almağa. Bura əslində xonça kirayəsi satılan yerlər idi. Qutunu da şokoladları da özləri hazırlayırdılar. Burası mən dedim ki, özüm hazırlamaq istəyirəm. Mənə ləvazimatları verin. Yəni şokoladları özüm yığacam evdə. Xonçaya belə şokoladlardan da istifadə eləmək olardı. Burası da məndə hazır qutular var idi. Buna uyğun, ona görə ondan istifadə edəcəm. Amma belə modeldə olar, istifadə eləmək olar. Şokoladın üzərinə vurulan gülləri burada bu qədəsini mən 3 manata aldım. Əslində çox baha idi. Qutunu da üzərinə yazılan şəkli də baha elədim. Bunu mən sonradan bildim ki, baha eləmişəm. Çünki aşağı düşəndə, çıxışa doğru gedəndə qarşıma çıxdı ki, xonça aksesuarları var idi orada. Orada hər şey topdan qiymətə satılırdı. Yəni həmin gülün böyük kolunu, çox böyük ölçüdəsini 5 manata verirdilər. Amma burada mənə 10 manata dedilər. Ondan əlavə də mən lent aldım, bir də mirvarı aldım yapışdırmağa. Amma bu xonçada istifadə eləməyəcəm, başqa xonçada mənə lazım olacaq. Paltarlarımız artıq hazırdır, əynimizə uyğun yığılıb. Həm ətək hissəsindən yığdırdım, həm də çiyin hissəsindən. Bacımda isə qolları və ətəyini yığdırdıq. Sağ ol. Bu arada topdan satış xonça aksesuarları olan yer buraydı. Nə vaxtsa gəlsəm, detallı şəkildə içərini çəkib sizə də göstərəcəm. Paltarları götürməyə gedəndə taksi ilə getmişdik. 8 manat idi təxminən. Amma gələndə metro ilə getdik. Taksi ilə getməkdənsə metro ilə getməyə daha çox sərf edirik. Toydan bir gün qabaq da qapıları lentləyirik, bəzəyirik ki, sabaha gözəl olsun. Qapının böyük lentini belə buraxsaydıq çox sadə duracaqdı. Ona görə də mən aldığım belə balaca lentinə güllə də əlavə elədik. Çox gözəl görüntü oldu. Gəldik həyətdəki giriş hissədəki qapını da bəzəyək. Əsas bu hissədən bəzəmək önəmlidir. Evimizin qapısını bayaq iç tərəfdən bəzəmişdik gördüyünüz kimi. Çünki həmin vaxtı qapı açıq qalacaqdı. Dekorasiya onda gözəl görsəncəkdi. Əgər çöl tərəfdən eləsəydik çox da bilinməyəcəkdi. Amma həyətin qapısını elə çöl tərəfdən bəzəyəndə daha gözəldir, çünki qapı örtülü qalır. Çəkiliş eləyən zaman mənim telefonumun zaryadkası qurtardığına görə flash işığı da söndü. Ona görə də başqa telefonla işıq saldım ki, videoda görsənsin. Çox gözəl oldu məncə, belə bir tül qapıya çox yaraşdı. Keçdik növbəti günə, səhər saat 7-nin yarısıda hal-hazırda. Biz amma 6-ya qalmış oyanmışıq yuxudan. Saat 8-ə qalmışıq, yazılmışıq salona, çünki yolumuz uzaqdır. Rayonda keçirəcəyik toyu, ona görə də tez çıxacağıq. Başqa gələn də var. Gəl. Burada artıq Rəhimən saçını düzəltməyə başlayıblar. Əvvəlcə gələn kimi birinci üzü qaşı düzəldirlər. Ondan sonra biraz saçı fenləyirlər, sonra təzədən makyaja göndərirlər. Bacımın saçı biraz qısaydı, istədi ki, biraz uzun olsun, ona görə də əlavə 40 manat saça ödədik. Rəhimənin saçının makyajını çox çəkə bilmədim, çünki mənə də burada bəziyirdilər, ona görə çəkiliş edə bilmədim. Ancaq özümün makyaj olunandakı videonu çəkə bildim. Sarım rozu oldu, bəlkə deyirəm qırmızı rozu. Dəyişir. Qeyd edim ki, biz buradan gəlinlik kirayəsi götürəndə əlavə olaraq kampaniyada gəlinin saçı, makyajı
və onun yanında gələn bir nəfərə də saç makyaj pulsuzdur. Makyaj prosesini çəkdim, amma saçımın düzəldilməsi hissəsini çəkmədim. Hazır halını sizinlə belə bölüşürəm. Saçımı açıq olmasını istəmədim, belə yığılmış formada olmasını tərcih elədim. Saçımı hörüklə yığdırdım, çox xoşuma gəldi və belə bir buruqlar. Məncə belə bir saç stili mənə çox yaraşdı. Saç makyaj məndə pulsuz oldu, amma üz qaş almağa 6 manat pul ödədim. Əgər kampaniya deyil ayrıca gəlsəydim, burada saç makyaja 60 manat pul ödəyəcəkdim. Hələ pamadan çəkməyib, Gözəl qızım mənim. Gözəl bacım. Saç da qoydurmuşuq. 40 manat da əlavə saç ödədik. Dırnaqların Rəhimə özü düzəldi. Getdim Rəhiməyə abur cubur aldım, biraz yesin. Saç düzümü artıq yekunlaşır. Belə formada, gül formasında yığılmağını seçdim. Tacın bu ölçüdə olması məncə çox idealdır. 3 il qabaq mən bura gələndə ən böyük ölçüdə tacı seçmişdim. Hansı ağından bilmirəm. İndi baxanda peşman oluram. Gördüyünüz bu kofeni işçi bacım üçün hazırlamışdı. O biraz həyəcanlı idi deyənə içmədi və işçilər təklif elədi ki, kofeni mən içim. Kofeni belə bir gözəl fərqli qabda gətiriblər. Əlavə olaraq da belə bir gözəl gül. Biz artıq gəldik çatdıq evə. Saçla makyajımıza cəmi 3 saat vaxt getdi. Oradan çıxanda saat 11-ə qalmışdı. Biz çatanda 12-yə işləmiş idi. Burada böyük bacım Elnara da hazırdır. Onu da bibim qızı bəzəyib və Banu qızımın da saçını mən düzəltmişəm. Əynindəki paltarı bir il bundan qabaq 1 yaşında almışdım. Düşündüm ki, elə Rəhimən toyunda da bu paltarı geyinsə yaxşı olar. Allah mübarək etsin. Hoş geldiniz. Çok mübarek. Allah xoşbəxt eləsin. Həmişə mehriban olasınız, həmişə bir-birinizi sevəsiniz. Gələn bu vaxtda inşallah evlad pay versin Allah sizə. Ata təbrik elə. Sən bağlanlara qismət olsun. Allah hamısını can İsmail'ları xoşbəxt olsun. Kimin elə niyeti varsa Allah satdırsın. Bir-birinə hörmətlə yiyəcəksin. Ayağı düz gəlir. Doğum istərəm, bircə dənə qız gəlir. Bağla. Qaşın bəri düşdün o arxaya, qaşı bəri. Ay, siz arxadan bağla. Amin. Gələn Yox. Bir də o yanında bacı. Çıxanda söndür yeri. Hani sizdə nə yoxdur ya? Ona görə deyirsiniz. Adət, adət. Nələr yox. O yanmalı. Hepsi bəsdir. Biraz aşağıya ramiləri çox sönməsin. Çıxar. Amin inşallah. Bir də Ama Allah size de hayırlı ömür versin. Amin. Can deyim, can işləsin. Sağlık, hayırlı, zəhrin, Nəvələrin böyle güzel inşallah. Herkesin qapısında xeyir olsun. Amin. Amin. Bəs ya. Hə, bəs fırlat qoyuyorsun. Elə yerinə apar burada. Giydiği bağışladı da bizi. Allah Evet, tamam. Atış gözleyenler. Ya Allah.
Toy üçün çox ideal maşındır, amma ki bununla rayona getmək uzaq məsafə olduğuna görə sadəcə çəkiliş üçün bu maşından istifadə elədilər. Qalan yolu isə bəyimiz öz maşınından gedəcək. Qayıdandan sonra yadımıza düşdü ki, evdən çıxanda bəylə gəlin Quranın altından keçməyiblər. Oğlan hanı? Oğlan da keçməlidir. Əl eləyin. Bizim gedəcəyimiz avtobus da budur. Buradan Kürdəmirə 200 manata razılaşmışıq. Gedib qayıtmaq da ödənişin içindədir. Avtobusda 11 nəfər bizim tərəfdən idi, 2 nəfər də oğlan evi tərəfdən idi. Qıraqda oturacam bağlı. Gedirik kəndə. Kendisi Niyə de. çəkirsən? Onu niyə çəkirsən? Videoda çəkən. Uzandır onun qucağında yatsın. Bizim toy elədiyimiz gün Kürdəmirdə də, Bakıda da yağış yağırdı. Atmağımıza yaxın daha çox yağmağa başladı. Ümumilikdə gəlib çatmağımıza 2 saat 45 dəqiqə vaxt sərf olundu. Gördüyünüz kimi toy hələ təzə başlayıb, mənim saçımda, buruqlarda nəsər əlamət yoxdur. Mən hələ gəl ki, səbəbi də paltar seçimidir. Çünki paltarın üstündəki o uzun muncuqlar saçı ilişirdi, tez-tez narahat eləyirdi. Gərək paltar seçimi eləməzdən əvvəl bunları da nəzərə alardım. Çox heyif ki, tələsik aldım. Əgər siz də mənim üçün belə bir paltar almaq istəsəniz, nəzərinizdə olsun ki, belə bir paltar saçın fasonunu, vidini pozur. Bu arada kanala abunə olmadan izləyənlər lütfən kanala abunə olsunlar və videonu bəyənib, paylaşıb, yorum yazaraq da mənə çox böyük dəstək etmiş olarsınız. Xoşbəxt olsunlar. Bir daha təbrik edirəm. Allah yararlı eləsin. Allah böyüklərimiz olub, nənəmiz, babamız, atalarımız və əmlərim hamısı rəhmətə gedib, Allah onlarda qəmrə rəhmət edəsin. Ruhlar şad olsun. Çox sağ olun, gəldiniz. Şad olun, minnətdarım. Sevindim sizlərlə. Allah sizi sevindirsin. Bir daha təbrik edirəm. Hoş gəldiniz. Ben de Salamiyat Məclisi, hoş gəlmişsiniz. Balaca qardaşımı təbrik edirəm. Oğlu qızlı olsunlar, xoşbəxt olsunlar, can sağlığı, uzun ömür, can sağlığı, ailə sağlığı təbrik edirəm.
Evet, hoş geldin. Kardeşim tebrik ederim. Allah'ım çok sever. Allah mübarek eylesin. Lütfen Allah'a koşmak olsun. Kimin evde arası olursa inşallah. Çox mübarək deyilir bu günə. Allah xoşbəxt etsin balalarınızı. Gələn bu vaxtı nəvə sevincinə qatılarsınız. Mən Kürdəmin Şəhərli Saray rəhbərliyi adına bütün gələn qonaqlar adına. Güzel ata, tebrik edirik səni. Allah balanı xoşbəxt etsin. Xoşbəxt olsun ay Allah, ay hanımın balası. İstəyir atayla, atan doydayım mən. Deyir gülüm nəksiyim, atan doydayım mən. İstəyir nəksiyim, atan doydayım mən. Deyir gülüm nəksiyim, atan doydayım mən. Yolumuz uzaq olduğuna görə biz saat 9-a qalmış çıxmalı olduq. Rəhimə də toyda yarımçıq qoyub getdiyimizə görə çox kövrəldim, hətta çox ağladım. Özləri də mənə sonradan dedilər ki, saat 10-da toyu bağladılar rayon yerində. Toyu tez bağlayırlar. Rayonda bir gün qalandan sonra şəhərə qayıtdılar. Bura qədər izlədiyiniz üçün çox sağ olun. Kanala abunə olub bəyənməyi, paylaşmağı, yorum yazmağı unutmayın. Hələlik özünüzə yaxşı baxın. Gələn vloqlarda görüşənə qədər.